Salam olsun Türk dünyasına, salam olsun Azərbaycan xalqına, bütün Türk müsəlman dünyasına. Mən bir vacib, önəmli məsələni özümdən, ürəyimdən gələn, vicdanımın səsi ilə çıxış eləmək istəyirəm. Nədir çıxışım? Demək, məni bu Sabiq Xarici İşlər Naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü olan Mövlud Çavuşoğlu'nun atası dünyasını dəyişir. Dünyası dəyişir. Mən onun vaxtı ilə atası ilə görüşmə tarixin kənddə onu mənim yadıma düşdü. Mən onu da tapdım. Həmən bu müraciətimlə orada da göstərəcəm. O atıya, valideynə olan böyük hörmətin bütün Türk dünyası görməlidir. Gör nə boyda ürək sahibidir, nə boyda atıya, valideynə bu kişinin diqqəti var. Türkiyə kimi dövlətin Xarici İşlər Naziri olub. İndi Böyük Millət Məclisinin üzvüdür, NATO Assambleyasının üzvüdür, rəhbəridir. Bu nə cür bizim haqqımızda Mövlud Çavuşoğlu böyük tribunalarda qorxmadan, çəkinmədən bizim arxamıza durub. Ermənistanı 30 əsrlər boyu bizi zülm edən Ermənistana qarşı o kişinin sözü mənim vicdanımın qabağında məcbur oldum. Allah səni atva rəhmət eləsin Osman Çavuşoğlu'na. Sən qeyrətli kişisən. Sənin qabağında məni kimi adam həmişə tənzim eləməliyəm. Çünki bizim xalqımızın səsin, bizim fəryadımızı, bizim ermənilərin bizə etdiyi o böyük soyqırımların, siz böyük tribunaları demişsiniz. Ona görə mən öz ürəyimdən bu kişi haqqında çıxış eləməliyəm. Bütün dünya yenə təkrar olsun. Görsün ki, nə cür kişilər var, nə cür halal olsun Mövlud Çavuşoğlu'ya. Allah qəni-qəni rəhmət eləsin Osman Çavuşoğlu'ya, onun atasına. Gör orada necə böyük diqqətlə, necə ona sayğı ilə, atasına hörmətə bax. Bax, belə olmalıdır bizim müsəlman dünyası. Peyğəmbərimiz də bunu deyib, imamımız da bunu göstərib. Allah rəhmət eləsin Osman babaya və Allah ömür versin Mövlud Çavuşoğlu'ya. Eşq olsun sənə, bağrıma basıram o dəyərli, böyük ictimai xadim. Var olasınız sizi, var olasınız. Her cuma arar beni. Her cuma arar. Sağ olun. Hoş geldin yavrum. Baba nasılsın, iyi misin? Sağ olayım çocuğum. Allah sizlere selamet versin. Gönlümde seni bile tuta yaşıyorum ay oğlum. Çok şükür elhamdülillah. Allah sizlere uzun ömür versin ay oğlum. Allah seni başımızdan eksik etmesin baba.